Amma magistraturaya daxil ola bilməyənlər daha çox bu günlər sizə müraciət edəcəklər. Çünki onlar üçün də bir rahat yolu açırsınız, cığır açırsınız. Artıq müraciət edənlər var. Açığı magistratura, məsələn, keçən il və digər illərə nisbətən magistratura və doktoranturaya müraciət daha çoxalıb. Yəni doktoranturaya hal-hazırda müraciət çoxalıb. Yəni məsələn, əvvəlki illərdə bu qədər çox deyildi doktoranturaya müraciət eləmək. Onların da yerləşdirilməsi həmin fakültələrə ümumiyyətlə asan başa gəlir sizə, yoxsa biraz gecikmiş vəziyyətdə olmursunuz? Orada yer, belə deyim də, bakalavrdan daha məhduddur. Çünki bəli, doktoranturada yəni çox ixtisaslaşmış professorlar dərs keçir və onlarda yəni məhdud saydadır. Yəni orada yer çox azdır doktoranturada. Orada məsələn belə deyim də, hər universitet 10 dənə məsələn doktor yeri açır. Yəni onlar artıq alim dərəcəsi alırlar da və onlar alim dərəcəsini Azərbaycanda təsdiq etdikdən sonra artıq hərbi xidmətdən tamamilə azad olurlar. Yəni tamamilə onlar artıq hərbi xidmətə getməsələr də olar. Çünki artıq alim dərəcəsi almış olurlar. Ona görə hər universitet yəni 10 dənə, 8 dənə yer açır. Professorlar hansı ki alim dərəcəsi üçün. Onlayn şəkildə imtahan necə olur? Bax, semestr